Cinsel həzz məsələn, bazı həzzdir. Təsəvvür edin ki, mənim düşündüyümə görə biz o həzzi, axı bədən almır həzzi. Kim alır o orqazm həzzini? Orqazm həzzini ruhumuz alır. Lüt qadını görəndə sınacaq. Bir gənc özünü inanç sisteminə soxsun belə. Harama baxmayacaq, zinətimcəm. Axşam baxasın ki, bir baxacaq ki, porno saytın içindədir, xəbər də yox. Masturbasiya edir. Bağışlayın ifadə. Biz dünya ilə, ki kompüterlə eyni materialdandır, bədənimlə, ünsiyyət saxlayan, bu dünyaya mahiyyətcə aid olmayan bir varlığam. O mən proqram məndimi? Xeyr, o proqram mən beyin adlı kompüterin software-sına yazılmış hardware-dır. Yalnız elektron axınından ibarətdir. O elektron axını öz-özünü kəşf edə bilərmi? Xeyr, elektron axınından formalaşan mən özünü müşahidə edə bilməz. Əksini düşünürəm. Necə düşünürəm? Mən müşahidə etdiyimə aid deyiləm, yox. Mən aid deyiləm ki, müşahidə edirəm. Müəyyən düzən və oyuna yeni qaydalar gətirmək üçün, oyunun içindən gətirmək üçün girə bilərmi? Aha, bəli. Və onlar avatarlar deyirlər. Məsəl üçün. Və peyğəmbərlər. Ətini yediyim heyvanlar var, içindəki ruhlar olur bax. Onlar da sənin nə vaxtı tanımaq şansı qazansınlar. Salam Əli bəy, sizi bir daha görməyimə şadam. Salam Elvin bəy, Elvin müəllim, necəsin? Fərq yoxdur, Elvin olaraq deyə bilərik əslində. Salam Elvin, ən yaxşısı. Bəli, qısa. Demək biz ilk paylaşdığımız videoda daha çox mən sizə sual-cavab eləmişdim, belə deyək. Yəni mən sual vermişdim, siz cavab vermişdiniz. Bu dəfə söhbət xarakterli olacaq. Təbii ki, yenə də suallarım var. Zaten bu elə bir mövzudur ki, və siz elə bir mövqeydəsiniz ki, sizə hər sualı və hər cavabı ala bilərik deyə. Minnətdaram. Mən onu qısaca deyim ki, sonra fikrimiz insanlara aydın olsun. Burada məqsəd kiminsə fikrinin hakimindən üstün olmağı da deyil. Mövzumuzun müzakirəsi və məqsədimiz sizə fikir paylaşmaqdır. Həm də ona görə də iki kanalda verəcəyik. Eləmi? Yəni həm bizim Əli Həkimlə söhbət kanalımızda, həm də Elvin bəyin kanalında biz bunu təqdim eləmək istəyirik. Demək, çox maraqlı bir nüans var Əli bəy. Sizin məncə hazırki o belə bir xəttiniz deyə bilərik də buna. İstifadə etdiyiniz metod və məncə bunun üzərində quruludur. Bəlkə də deyil, bilmirəm, bunu özünüz açıqlayarsınız. Sizin bir iddianız var ki, insan əslində belə deyək də cismani olaraq deyil. Yəni bir də şuurda mövcuddur və yaxud da özmən deyirsə, səbəbləməsə bu anlayışa, özmən olaraq mövcuddur. Biraz bu məsələni misal üçün siz necə əsaslandırırsınız və yaxud da fikirləriniz tam olaraq necədir? Zəhmət olmasa bu haqda məlumat verəsiniz. Birinci, çox sağ olun bu mövzuya toxunduğun üçün. Çünki mənim düşüncəmin bazasıdır bu. Amma orada insan cisim deyil deyəndə biraz ifadəmiz doğru alınmır. Müəyyən semantika və məntiq ardıcılığına görə insan zaten bədəndir. İnsan sözü bədən quruluşumuza aiddir. Hətta müqəddəs kitablarda da bu ayrım var. Ruhi varlığımızla cismi varlığımız ayrılır. Düzdür, mənim çıxış nöqtəm müqəddəs kitablar deyil. Onlar formatlaşdıra bilər düşüncələrimi. Yəni bir qəlibə soxa bilir ki, mən düşüncəmi o terminlərlə ifadə edirəm. Çünki mən ruh deməkdən başqa bəzən yerimiz qalmır da. Çünki termin olaraq o işlənir. Amma o formatdan da belə qopmaq istəyərdim. Ona görə özümən söz işlətmişəm. Demək, bir var mən bu maddi bədənəm də. Çünki uşaqlıqdan Nağıyev Əli Nağıyev. Bugünkü mənliyimin içində həkimliyim var, valideyn olmağım, ailə başçısı olmağım və s. Düzdür, mənliyimin aspektləri. Kiminləsə mən çox səmimiyəm, kiminləsə yox qəzəbli ola bilərəm, kiminləsə soyuq, məsafəli davrana bilərəm. Müxtəlif sifətlər nümayiş etdirən bir mənim var. Bu 200'lük, 500'lük, çoxüzlük deyil. Bu bir insan həyatı belədir zaten. Çünki hamına eyni sifətdə ola bilmirsən, düzdürmü? Təbii ki. Bu bizim maska, avatar, üzlü olan mənimizdir. Bir də var həqiqi mənimiz deyirəm. Həqiqi mən, həqiqi ego və ya öz mən. Bir var yalancı ego, proqram mən, enerji məni, belə deyək. Proqram, enerji, software mən. Beyində oturan. Yazılımda Türkçə. Bir də beyin kompüteri var mənim üçün. Bədənimiz beyin kompüteri ilə idarə olunan bir cihazdır. Beyin kompüterində... Çox üzr sözünü çəkmək istəyirəm. Burada beyin yəni şuur deyirik, yoxsa beynin hardware olaraq. Beyin bir prosesordur, hardware'dır və onun üzərinə software, proqramlar yazılır. Mən isə nə bu hardware, nə software aid deyiləm. Mənim baxışımca, mən kompüteri çalışdıran, onun üzərində qurduğum yalancı mən, kompüter məni, avatar mən proqramı ilə, bu gördüyümüz dünya ilə, ki kompüterlə eyni materialdandır bədənimlə, ünsiyyət saxlayan, bu dünyaya mahiyyətcə aid olmayan bir varlığam.
Bunun da çıxış nöqtəsi illər boyu araşdırmam və birdən-birə bir ona insight deyirlər ingiliscə, kəşf anlamına gəlir. O insanın düşüncəsində birdən sanki bütün muncuqlar bir sapa düzülür. Evrika tapdım. Bax o tapmaq hekayəsi olub bir 10-15 il əvvəl və düşünmüşəm ki, bu doğrudan da bu mənim üçün həqiqət düyün nöqtəsidir. Nədir o? Birdən-bir anladım ki, bir müşahidəçi müşahidə etdiyi bir şeyin içinə əriyib qarışsa, o müşahidə edə bilməz. Buradan çıxış nöqtəsi olaraq bədənimiz materialca və enerjicə, elmi olaraq kainat qanunlarının bir tərkibində fəaliyyət göstərdiyi üçün bədənimi kainatın bir parçası olaraq qəbul etdim. Bədənimi. Kimin bədənini? Mənim bədənimi. Okay. O mən proqram məndimi? Xeyr. O proqram mən beyin adlı kompüterin software-sına yazılmış hardware-dir. Yalnız elektron axınından ibarətdir. O elektron axını öz-özünü kəşf edə bilərmi? Xeyr. Elektron axınından formalaşan mən öz-özünü müşahidə edə bilməz. Deməli, onun bir müşahidəsi, yəni həqiqi mənliyim var. Belə düşüncə ilə həqiqi mənliyim zaman və məkanı ölçə bildiyi üçün, yəni bu küllü 3 ölçülü plus zaman, 4 ölçülü içində oturduğumuz sistemi ölçə, müşahidə edə və bəzən dəyişdirə bildiyi üçün düşündüm ki, mənim həqiqi mənim bu gördüyüm vibrasiya, zərrəcik, kvant dünyasına aid deyil. Oradan çıxış edərək, bütün mənləri bu kontekstə alaraq, bu düşüncə, bu məzmunu alaraq, belə bir qənaətə gəldim ki, bizim mənciklərimiz, həqiqi mənlərimiz bir ali mən okeanının ayrılmaz, bölünməz hissəcikləridir. Bax, belə fraktal bir varlıqdır, ali şəxsiyyət dedim mən ona Allah deyirlər dinlərdə yəqin ki, mən ona ali zat, ali şəxs dedim və dedim ki, biz hamımız ali şəxsin, fraktal formatında bir şəxsiyyətin, fraktal formasında bir şəxsiyyətin çıxıntılarıyıq. Duplikasiya və multiplikasiya formatında. Mənim baxış bucağım bazası budur. Mən öz belə deyək də sizin düşüncənizə, özümün subyektiv yanaşmalarımı bildirmək istəyirəm. Məncə burada çox təməl bir belə deyək də fərq var sizlə mənim düşüncəm arasında. Nədir? Məsələn, siz deyirsiniz ki, mən müşahidə edirəmsə, müşahidə etdiyimə aid deyiləm. Bunu formallaşdırsaq, yəni subyekt obyektə aid deyil. Subyekt obyekt mövzusu. Bəli, subyekt obyekt mövzusu. Mən isə tam əksini düşünürəm. Necə düşünürəm? Mən müşahidə etdiyimə aid deyiləm, yox. Mən aid deyiləm ki, müşahidə edirəm. Yəni bir növ bu səbəb nəticəni dəyişirəm. Hansı ki, Şekspirin bir şeirində var, yəqin ki, bilirsiniz. Şekspir deyir ki, mən günəş ona görə çıxmır ki, mən çətir açım. Hansı ki, gündən də belə deyil. Çətiri günəşi qarşılır. Bəli, günəş çıxır deyə mən çətir açım. Burada bir növ bir səbəb nəticə ayrımını mən öz belə deyək də öz subyekt düşüncəmdə ayırd eləyirəm. Və bir də bir məsələ var. Ümumiyyətlə bu ayırt etməyin hansı formaya gəlib çıxır onda, daha dəqiqləşdirsək? Bunu niyə görə dedim? Bəli, biz yəni burada səbəb nəticəni niyə görə ayırıram? Biz ona görə onu müşahidə edirik ki, əslində struktur olaraq biz müşahidə etdiyimizdən fərqliyik. Yəni bizim strukturumuz fərqlidir ki, biz onu müşahidə edirik. Bəli, eyni şeydən burada niyə görə eyni şey olmadığını deyirəm. Çünki səbəb nəticəni dəyişəndə əslində çıxdığımız mənalar dəyişə bilər. Necə? Misal üçün, mən eyni müşahidəni istifadə edib, yəni müşahidə terminində belə deyək, yəni müşahidə etmə feilini istifadə edib eyni qüvvədə başqa bir əks fikir iddia edə bilərəm. Necə? Misal üçün, mən iddia edə bilərəm ki, biz müşahidə etdiyimiz hər bir şeyə aidik. Yəni sizin əks düşüncəniz. Necə? Misal üçün, mənim yanaşmam ola bilər ki, mən kainatdakı hər bir şeyin bir-birinə əlaqəli olduğunu iddia eləyim ki, zaten bunu iddia eləyənlər də var. Və mən deyə bilərəm ki, mən onu müşahidə edirəmsə, mən ona aidəm. Bilirəm, kainatdakı hər bir varlıq, hər bir cisim də çox gözəl bir şeydir ki, dərində axı mən onu da inkar eləmirəm. Sadəcə çıxış nöqtəsi olaraq bunu qəbul edirəm ki, sonra gedim o kainat mövzusuna çıxa bilim. Hə, burada bəli, anladığım odur ki, bizim təlimdə ki, mən tədris edirəm, gənclərə öyrətdiyim də budur ki, mən subyektəm, obyektəm, obyekt üçün də mən obyektəm. Yəni mən subyektəm, tutaq ki, alizat obyekt əslində. Kainat alizatının enerjisinin bir hissəsidir. Səninlə bir yerdə, sənin ruhunla bir yerdə. Siz zaten o sonda ümumiləşdirirsiniz. Sonda bəli, bu panenteizm anlamından biraz daha dərin fəlsəfi baxış olur. Yəni mən daim olaraq həm subyektəm, həm obyektəm. Və subyektlə obyektin yalnız subyekt və obyektliyi fərqlənir, materialı fərqlənmir. Əslində ona gəlib çıxırıq. Bizim təlimdə sadəcə əvvəldən bu ayrımı niyə eləyirəm ki, bir insan daxilinə də geçsin də.
Ruhi varlıq o daxilimizə getmir axı. Biz hamımız kainatda nizam, intizam axtarırıq. Və ateistlərlə dindarlar, din sahibləri otururlar, inanclılar mübahisə edirlər. Halbuki ikisi də inancda. Ateist də heç bir məntiqlə deyə bilməz ki, filan kəs yoxdur. Yox olduğunu demək ki, külli kainatı gəzəsən. Dindar da dini inancdan filan şeyx belə deyib və Quranda belə yazılıbsa belədir. Hələ ona bir məntiq əsasda verməyə çalışırlar ki, kainatda hər şeydir, hər yerdə nizam var. Qardaş, sən kainatı gəzdin, qurtardın mı ki, nizam var deyirsən? Və yaxud da ki, məsələn, ateistlər deyir ki, təsadüfdən yaranıb. Teistlər deyir, yox, təsadüfdən yaranma ehtimalı çox kiçikdir. Amma var axı bu ehtimal. Gəl ateistə cavab ver. Riyazi olaraq o ehtimal. Mən isə başqa nöqtədən çıxdığım üçün qaçmağa yer qoymuram da ki, yəni bəli, biz külli varlıqla eyni mahiyyətdəyik. Amma müşahidəçi, subyekt və obyekt olaraq iki varlıq var cəmi. Mən və siz varsınız. Sənin üçün də sən və biz varıq. Evet. Və bu şəkildə iki şəxsi aspekt olaraq subyekt və obyekt ayrılsa da materialı birdir. Bazası birdir. Yəni ümumi çərçivədə birdir. Zaten qədim şərq fəlsəfəsində belə deyir ki, Tanrı Brahman adlı materialdandır. Yəni nur, şəfəq mənasıdır. Sevgi deyirəm, sevgi materialındandır. Amma onun iki aspekti var. Onun var zərrəcikləri, bir də var özü. Və yaxud da o subyekt var. Onun var qadın təbiəti və kişi təbiəti. Misal üçün. Yəni müşahidə olunan və müşahidə edən və tərsinə. Bir qadın üçün kişi müşahidə olunan obyekti, həzz obyektidir və tərsinə. Bir kişi üçün qadın müşahidə olunan obyekti və həzz obyektidir. Sadəcə onları bir-birindən fərqləndirmək, qəbul edən və ötürən başlanğıcı fərqləndirmək üçün qadın və kişi kontekstinə bölürük. Ona görə əslində mahiyyətcə eyni şey deyirik, belə çıxır. Bilirsiniz niyə mən çıxış nöqtəsini fərqləndirirəm? Subyekt və obyekti elmi məntiqə əsas vermək üçün ki, Allah həqiqətən var, amma siz dediyiniz qaydada yanaşmaq olmaz. Çünki Allah zaten oyun elə qurub ki, sən kainatı gəzə bilməzsən. Ona görə ki, özünü tanı ki, məni tanıyasan. Bilirsən, mən özümü materialist hesab edəm o anlamda. Yəni, mən elmin materialist hesab etdiyimin məntiqi nədir? Şuurumuzdan asılı olmayaraq mövcud olan hər şey materiya olduğu üçün ali şəxsdə, mənim materialım da mənim hətta şuurumdan asılı olmayaraq mövcuddur. Və beləliklə, bu anlamdan götürsək, Allah və mən olaraq mənim mənliyim ali canlı materiya növüdür. Digər materiyanın fərqi düşünmə qabiliyyətidir və hiss etmə qabiliyyətidir, emosiya duyma qabiliyyətidir və salam. O zaman bu özmən dediyimiz anlayış, bir də bu ali varlıq. Siz bunları da materiyanın eyni, tərkibi materiyalı eynidir. Bu düşünən materiya növüdür, canlı materiya. Bir də var cansız hesab etdiyimiz materiya növü var. Onu da elə hinduizmdə onun gözəl adı var. Mahattattva, ilkin materiya deyirlər ona. Yəni bir nöqtə formatındadır. O nöqtənin içində ruhlar girərkən o böyür və oyun başlayır. Bəs bu bildiyimiz anlayışlar proqramdır da. Ölçülə biləndir, yoxsa necə? Ölçülə bilməz. Çünki biz sonsuz bir varlıqdan danışırıqsa biz onu ölçə bilmərik. Biz ölçünü bizə nisbətdə götürə bilirik axı. Öz oyunumuz çərçivəsində filan əşyaya görə filan əşyanın kobud deyirəm ölçə bilirik. Amma oyun içində oyun var. Yəni bu necə ki düşüncənin sərhədləri sonsuzdur əslində, sonlu demək qəbahətdir. Eləcə də külli varlığın sərhədləri sonsuzdur. Mənə maraqlı olan mənim toxunduğum obyekt çərçivəsidir. Yəni, mən nə qədər obyekt əhatə edə bilirəmsə, mən o maraqlıdır. Subyekt olaraq söhbət etmək. İstəyini böyük tut da. Daha geniş düşün. Sən şəxsi aspektindən dərk edirsən və hiss edirsən. Məsələn, Budistlər yox olmaq istəyir. Olun da özünüz bilərsiniz. Amma mən şəxsi obyekti, şəxsi həzz və hissiyatımın var oluşunu arzulayıram. Arzuladığımla həm də sübut edirəm ki, bu belədir. Bəs onda burada maraqlı bir nüans da var. Bəs misal üçün inanclar fərqli müəyyən bir-birindən oxşasa da fərqli nüanslar da var təbii ki öz yerində. O zaman belə çıxıram misal üçün burada sizin iddia elədiyiniz ali varlıq və özmən anlayışı dindəki anlayışlardan bir qədər fərqlənir. Çünki misal üçün dində dini anlayışlara görə ruh anlayışı əslində fiziki varlıq deyil və yaxud da ən azı bizə uyğun materialdır. Onu yanlış hesab edirəm. Mənim üçün elmin obyekti artıq varlıqdır və varsa deməli var. Bunun ideya, materiya bölgüsü aparmaq materiya, yəni var olan materiyadır. Var bu. Və hətta iddiam odur ki, mənim öz mənim daha bərkdir və o bölünməzdir. Çünki bölünməz bölünən ölçə bilər də, o mənada götürür. Mənim ali mənində bölünməz tərkibi var, bölünən
bölünən o bölünən kimi görə bildiyimiz, amma dak materiya, qaranlıq materiya pərçimlənmiş, o da bölünməzdir. Bölünməzdir. Əslində mahiyyəti o da bölünməzdir. O İOQ babanın xalçası o dak materiyadır. Üstündə ulduzları çəkilir belə. Qaranlıq materiyadır. Yəni dak matter belə bir söz var ingiliscə. Qaranlıq materiya. O həmin o xalçaya bənzəyir. Məncə o ali canlı materiya bəlkə bədənin bir hissəsidir. Yəni bəlkə olaraq buna ortaya ata bilər bir versiya olaraq, amma mənə o dərəcə o da maraqlı deyil, açığı deyim. Çox gözəl fikirdir. Yəni, və düşüncənin əhəmiyyətindən kənardır deyə maraqlı deyil. Bəli, əhəmiyyətdən kənardır. Bir də məsələ nədir? Baxın, burada məsələ var. Buradan çıxış edib mən alimənlə eyniyəm söhbətinə də gəlməyimiz doğru olmaz. Çünki maraqlı bir şey var ki, sən də mənsən, axı mən də mənəm. Sən mənim üçün alimən deyilsən, mən də mənim üçün alimən ola bilmirik. Ona görə bir alimən var. Nə o sən deyilsən, nə mən deyiləm. Soham. Sən, mən, sən deyir materialca. O İsa deyir, mən atadanam, ata məndən, amma o ata ayrıdır, mən ayrıyam. Mən ayrıyam. Çünki biz ruhi mən, öz mənlər dediyimiz o bölünməz kiçik hissəcik olaraq, ayrılmaz hissəcik olaraq, ondan daim asılı formatdayıq. Hətta dərinə getsək, kişi və qadından, qadın kişidən asılı olduğu qədər asılıyıq. Asılı deyim, tam o nəyə nəzər tutub? Yəni mənim o asılı nə mənada belə deyək, ölçü nisbətində kiçik olduğumuz üçün. Məsələn, yəni kəmiyyətcə biz ondan fərqliyik. Kəmiyyətcə asılıyıq, keyfiyyətcə eynilik yəni. Keyfiyyətcə eynilik, yəni o zaman buradakı onun belə deyək bir hissəsidirmi burada, yoxsa imitasiyası mı deyə, yəni buna hansı o asılıdır qarşımızdakı şəxsdən. Elə şey, məsələn, Hinduizmin qolları var. Orada məsələn Shiva Allahın avatarı sayılır onlara görə. Krishna başqa bir cərəyana görə Allahın avatarı sayılır. Yəni əgər onu ali proqramist kimi götürsək, proqramist özü oyuna girə bilərmi ideyacı? Özü yox təbii ki. Niyə girməz? Girə bilər. Bir avatar götürər, girər. Avatar kimi bəlkə. O da birbaşa heç kim o. Biz zaten oyuna elə girə bilmirik də, girmirik. Çünki o vibrasiya dünyasında biz bölünməzliyimiz ərimir ki, bölünməyimiz qalır. Biz varlığımızla necə ki 3D oyuna girə bilmərik. Elə ki də nə tanır, nə biz girmirik də. Amma istəsə proqramist, proqramçı müəyyən düzən və oyuna yeni qaydalar gətirmək üçün, oyunun içindən gətirmək üçün girə bilərmi? Aha, bəli. Və ona avatarlar deyirlər. Məsəl üçün və peyğəmbərlər. Peyğəmbərlər kimdir? Ayrı bir hissəciklərdir, özü deyil, öz mənliyi deyil, amma göndərdiyi xüsusi elçilərdir. Belə götürülür. Mənim də dünyaya baxışım da belədir. Düzdür, o ruhi bilik müəllimləri kimi baxıram, peyğəmbər sözünü də çox da qəbul edirəm. Məsələn, fars mənşəli sözdür. Quranda rəsul və nəbi anlayışı, nəbi xəbər gətirən, rəsul göndərilmiş və daha qədim kitablarda daha fərqli mövqelər var. Bir ruhi bilik müəllimi fikirləşin. O müəllim gəlir, öyrədir. Amma öyrətiləri bunun sonra sosial siyasi sistemə çevrilir. Bir hakimiyyət gücü bunu götürür. Öz üçün yaxşı mənada istifadə etmək istəyir ki, kütləni idarəçiliyə sala bilsin. İnancı yedirsin və kütləni idarəyə salsın. Buna mən negativ baxmıram şəxsən. Kütlələr manipulyasiya olunmalı və idarə olunmalıdır. Çünki xaotik olmamalıdır və xaos özü də idarə olunan olmalıdır. Yəni bizim baxış bucağımız universaldır. Siyasətə də baxış bucağı var, ictimaiyyətə də var, öz şəxsi həyatımıza da var, amma siyasətə və ictimaiyyətə qarışmamaq prinsipi ilədir. Yəni mənim baxış bucağım odur ki, tutaq ki, hansı miqdarda yaxşılıq edə bilirsənsə et, amma elə şey var sənin vəzifən deyil. Rahatlıq vacibdir, rahatlıq və ruhi hedonizm, yəni həzz alma. Yəqin ki, burada mənəvi başqasının haqqına girməmək şərti ilə. Mənəvi həzlərdən söhbət yoxsa ümumi olaraq həzz? Mənəvi həzz sözü yenə idealist materialist bölgüsüdür. Ümumiyyətlə həzzdən gedir söhbət. Mənim üçün yeməyin həzzi mənəvi həzdir, qardaş. Həzdir da, yəni göylərdə uçmağın nə mənası? Cinsəl həzz məsələn, bazı həzdir. Təsəvvür edin ki, mənim düşündüyümə görə biz o həzzi axı bədən almır həzzi. Kim alır o orqazm həzzini? Orqazm həzzini ruhumuz alır. Aha. Ruh deyirik, öz mənimiz. Deməli, ali öz məndə bu həzz var da. Biz onun parçasıyıq, materialımız eylidir. Ona görə ayrılmağın bir əhəmiyyəti var. Öz dünyamızda davamlı bu həzz gedir. Fikirləşin nə deməkdir? Həzz getdikcə artır özdə. Çünki ali mənim yerin olsa mən belə yaşayaram. Həzz üstünə gələr. Ona görə baxış bucağımız bax belə rahatlıq və həzz verir. Bəs orada bir ifadə işlətdiniz ki, dinləri əslində belə deyək də, kütlələri idarə etmək üçün, hansı ki, xaotikliyin qarşısını almaq üçün, nizam yaratmaq üçün dinlər bir növ idarə vasitəsi kimi. Belə deməkdir, sosial, siyasi sistem belə bir şey deyə bilərik. O zaman belə deyək də, kütlələr nə vaxtsa o nizamlılığı özləri qazansa, sizin yanaşmanıza görə din anlayışı ortadan belə çıxmalıdırmı, yoxsa? Ümumiyyətlə bəli, dinlər ortadan çıxmağı haqqında mən demirəm, dinlər özləri deyir.
qiyamət günü anlayışı var. Ya göylərin padşahlığı, heaven anlayışı xristianlıqda var. Və məsələn hinduizm özündə yer planeti sikllərdir və bəzən qızıl dövrə qədəm qoyur. Qızıl dövr dövründə ümumiyyətlə dinlə hamı meditasiya edir və dinlərə ehtiyac yoxdur. Ona görə bəli, hamı meditativ, yəni hamı düşüncəsi və hissi ilə ali zata yönəlik yaşasa ki, oyundan çıxmağa yönəlik olsa, təbii dinə, idarəçiliyə ehtiyac olmaz, amma bu utopiyadır. Yəni yer planeti mən düşünürəm ki, karma qanununda hətta varsa, heç vaxt heç bir planet ideal formata girə bilməyəcək. Çünki karma deyə bir qanun var. Bəli, bəzi planetar sistemlərdə ola bilsin humanoid formatda varlıqlar varsa, ki onlar da özünü anlaya bilir. Onların ola bilsin ömrü uzun olsun, həyat şəraiti yaxşı olsun. Yer planeti özündə Angola ilə İsveçrəni müqayisə eləmək olmaz həyat şəraitinə görə. Eləcə də kainatda fərqləri var. Amma bu fərqlərin varlığı həmişəlikdir. Çünki daim maddi kainatlar həmişə, maddi dediyimiz o qaba maddi, zərrəcik, kvant kainatları deyəcəm ona. Kvant kainatları və dark matter, qaranlıq materiya həmişə var. Həmişə olub və olacaq məntiqlə. Olduğu müddətdə bu səviyyə və fərqli olacaq maddi dünya təzahüründə. Maddi dediyimə yenə, maddi dünya deyən kimi yəni ideal maddə bölünür. Belə deyək ki, cansız materiya nisbətində oynayan canlı materiya varlıqları ki var, mənciklər ki oynayır. Bu oyunda şərtlər və şərait elədir ki, sən müxtəlif səviyyələri levelləri keçməlisən. Ona görə oyun davam edəcək. Bəs misal üçün siz bayaq dediniz ki, rəsul və nəbi anlayışları əslində bir növ bildiyimiz o peyğəmbərlik anlayışları kimi deyil. Mən İslam bilicisi kimi özümü təqdim etmək istəmirəm, amma Qurandan müəyyən məlumatlarım var, ərəbcə özündən oxuyuram deyə. Əslində sualımın mahiyyəti nə idi? Misal üçün normalda bildiyimiz inanc üzərindən nədir? Yəni anladıqlarımız və ya oxuduqlarımız bu dünya bir imtahan dünyasıdır və bu çətinliklər əslində o imtahana görədir. Bəs Əli bəy o çətinlikləri nəyə əsasən? Bu dünya imtahan deyil. İmtahan, kim imtahan edir? Belə danışaq da, ali proqramist, rəb dediyimiz, rəb proqramist deməkdir, tərbiyəçi. Bu kainatın maddi kvant dünyasının, maddi deməyək, kvant dünyasının proqramisti ki var, bizə oyuna şərait yaradıb. O proqramist bizi niyə yoxlasın ki? Nəyi yoxlayır əgər bizi tanıyırsa? Bilirsə zaten niyə yoxlayır? Yox, bilirsə, mən açıq deyim, mənim düşüncəmə görə ona da maraqlıdır ki, mən bir an sonra nə edəcəm? Onun üçün bu oyun maraqlıdır. Oyunçular, amma o sınaq deyil, o maraqdır. Oyundur. Oyunundan alınan həzdir. Sınaq deyəndə sınaq nə üçün? Sınaq sənin özün üçün sınaqdır. Öz levelini qaldırmaq üçün sınaqdır. Mən bundan çıxdım. Nəticə çıxartdım. Sadəcə belə oyunun içində bir şeydir. Amma o məni sınağa çəkirmi? O məni niyə sınağa çəksin ki? Mükafat vermək üçünmü? Zaten öncədən bilir ki, mən nə yuvam quşuyam da. Burası burada məntiq gərək olsun. Ümumiyyətlə, məntiq olmayan heç nəyə qəbul etməmək düşüncəsindəyim. Bəs yaxşı, misal üçün, siz dediniz mükafat məsələsi normalda inanc sistemlərində... Oyun özü ilə işləyir ki, sən mükafat icazə alırsan. Onsuz alırsan. Həzlər olsun və yaxud da... Bu dünyada aldığımız əslində həzlər mükafatdır da zaten deyirsiniz. Yəni, əlbəttə. Bundan artıq nə istəyirsən? Halal həz mükafatdır. Halal nə deyirəm mən? Yenə din anlamında yox. Başqasının haqqına girmədən aldığın həz halal, düzgün həzdir. Başqa ruhi mən. Ruhi özməninin varlığı niyə vurğulamaq lazımdır? Ruhi özmənləri bölməsək, haqlarımızı tanımayacaq. Nəsimən əlhəq desə də səni də əlhəq hesab edirdi. Demirdi, sən mənim tərkimdəsən, mən Allaham. Elə demirdi. Haqq deyirdi. Və ən əlhəq deyəndə o ruhi varlığı nəzərdə tutur herhalde. Məsələn, cümlələrindən biri, niyə Nəsimiyə keçdim? Mən izahat vermək üçün keçdim Nəsimiyə. Nəsimi deyir ki, məndə sığar ikən cahan, mən bu cahana sığmazım. Yəni, ruhi materialımız, özmənimiz kainatı ölçə bilir. Kvant dünyasına. Ona görə burada sığmır. Əslində, böyük ölçülərimiz. Anlayamayacağımız qədər, yəni müşahidəçinin müşahidə imkanları qədər böyükdür. Biz nə qədər böyük müşahidəçiyik. Və bir də orada bir söz var, onu deyir, demirəm, mən Allaham. Deyir, məndən uludur ayətim, zatı dürür bidayətim. Zatı dürür bidayətim, bidayət başlanğıc deməkdir. Zat da şəxs deməkdir, şəxsiyyət. Demə, mənim başlanğıcım, çıxdığım nöqtə onun şəxsiyyətidir. Açıq deyir, o zatdır, mən də o zərrəciyəm. Bunu açıq söyləyir əslində anlayana. Ona görə məncə subyekt və obyekt, müşahidəsi və müşahidə olunan anlayışını mənim təqdim etdiyim formatda qavrayırsa kimsə, o Nəsimin də qavrayacaq, Füzulini də qavrayacaq, can və canan mövzusunu qavrayacaq.
Can ruhi zərəcik, candan ruhların məcmuu, digər ruhlar hamısı bir yerdə bir şəxsiyyət formatındadır. Evet. Nə qədər böyük bir şey, məsələn bir pişik, bir it, bir qarışqa, onların içində o mənlər var. Onlar da sevgiyə və münasibətə layiqdir. Ətini yediyən heyvanların içindəki ruhlar da sənin sevgi və hörmətə layiqdir. Ətini yesən də. Bəs misal üçün də bizim əxlaqi davranışlarımız, indi mən inancsız tərəfimi qoyuram bir kənara, bir inancılı kimi yanaşıram. Çox tutaq mən öz əxlaqi davranışlarımı alıram müqəddəs kitablardan. İnancdır da bu, bəli. Bəli, inanc. Hər zaman sına bilər ha bu. Bəli. İlk lüt qadını görəndə sınacaq. Bir gənc özünü inanc sisteminə soxsun belə. Harama baxmayacağım, zinətimcəm. Axşam baxasan ki, bir baxacaq ki, porno saytın içindədir, xəbər də yox. Masturbasiya eləyir. Bağışlayın ifadəmə görə. Yəni bu onu əslində indi haram deyirik də buna və ya da yanlış düşüncədən, yanlış əxlaqi nüansdan çəkindirən bir amil deyil əslində. Yox, müasir gənci yox. Müasir gənclər çox çəkindirmir. Yaxşı nümunələrin dalınca getsələr də məntiqlə qavramasalar ki, nəyi niyə edirlər, çəkinməyəcəklər. Məntiqlə qavramasa ki, cinsi əlaqə nə üçündür və hansı həss formatıdır, onu ondan çəkindirmə olacaq və heç də böyük kişilər bundan çəkindirməyiblər. Əksinə təşviq ediblər, amma halal formatda, azad ünsiyyətlə. İkisi də azad olsa, xalqın gözü qarşısında biz bir yerdə elan edib, bir yerdə ola bilərlər formatında. Yəni misal üçün o Əli bəyin, yəni sizin qəbul etdiyiniz o ali varlıq və ya da ali zat deyirik də buna. O zaman ali zatın bizim üzərimizdə yaratdığı bir əxlaqi qaydalar yoxdur və ya da varsa bizim bunu hansı da kəşf edib o bir dənə əxlaq, bu yax dediyim məntiqlə yenə. Sən də müşahidə etsən, mən də. İkimiz də onun parçasıyıq. Bir atanın övladı kimi. Demək mən sənin haqqını necə almalıyam da. Yəni səni özüm kimi görməliyəm də belə. Səni özüm kimi görməli və səni incitməməliyəm də. Çünki özümü incitmiş olur. Özümü incitmiş olur. Məncə mən müşahidəçi mövqeyindən gör hara gəlib çıxmaq olur. Əxlaq kontekstində gəlib çıxırıq. Və hələ müşahidəçini də, alim müşahidəçini də unutmuruq axı. O da bizi görür axı, kimisi də münasibətimizi də görür. Və oyuna proqram qoyub axı. Onda bu cümlə, yəni o əxlaqi anlayışımızı açıqlaya bilər də məncə. Özümüzə o edilməsini istəmədiyimizi, qarşımızdakı da rəva görmədiyimizi və qarşımızdakı rəva görməmək prinsipi və ya özün necə davranmaq istəyirsənsə, o cür başqası ilə davranmaq prinsipi var. O dəqiqə bir nəfər sual verdi, bəs sadistlər və mazoxistlər var axı. Aha, orada artıq haqq mövzusuna qayıdırıq. Yəni soruşmalısan, sən ağrıdan ləzzət alırsan, sən də ondan ağrı verə bilərsən. Onu da belə fiziki zədə verib həyat haqqını əlinə almamaq şərti ilə. Çünki sən özün həyatını vermirsən axı. Yəni də bu tarazlama olur. Məntiq bir yerdə eyni qalır. Onda bir növ biz bunu əslində özümüz kəşf edirik də belə baxıram. Kəşf edəndə bu anlayışı qəbul edəndən sonra oyunu avtomatik olaraq üzərini inşa edirik. Bax, bu dəqiqə biz izləyən tamaşaçısında oyuna girənlər var da, ruhlar da oyuna giriblər, özmənlərdir. Yox, fikir o özmənlər niyə biz izləyirlər? Çünki nə vaxtsa o özmənlər proqramın qaydası budur. Mən kəşf etdiyimə görə kainat proqramında bir qayda var. Nə vaxtsa sən desin ki, ay Allah, bezdim də mənə həqiqəti göstər. Sən mi desən o şəxsiyyət daxı? Sən pas ötürməyə başlayacaq. Elvin əlinin söhbətinə rast gələcəksən, hansısa bir kitaba rast gələcəksən. Əvvəl-axır yəni çıxılacaq. O da proqramın bir qaydasıdır. Ona görə mən dua dediyim dua demirəm, meditasiyadır. Meditasiya zamanı müraciət edəndə ali şəxsə deyirəm, eləyər ki, mənə nə vaxtsa salam vermiş, hətta mənə neqativ olan ruhlar belə səni tanımaq şansı qazansınlar. Ətini yediyim heyvanlar var, içindəki ruhlar olur, bax. Onlar da səni nə vaxtsa tanımaq şansı qazansınlar. Çünki onlar hava deyir ki, mənə o ət qəlbimə süfrəmə çıxıb. Bu məntiqlə külli varlığı vəhdətə gətirmək olur. Bəlkə vəhdəhu lə şərikə ləh elə budur. Bir müsəlmanlar da özlərinə sual verə bilərlər istəsələr. Amma mənim məqsədim insanları inancdan ayırmaq deyil. Çünki inanc üzərində formalaşmış təfəkkürü inancdan ayırmaq qəbahətdir. İnsanın ayağının altını torpağı götürürsən, yıxılacaq o. O uşaqlıqdan onu öyrəşibdir. Tədricən onun tələbatı nisbətində. Yoxsa çıxardıq meydanlarda biri elan edərdik. Elə deyilmi? Bax, bu verilişin özü də milyon adam baxmayacaq ki, herhalde. 10 min, 5 min, 3 min də baxsa, 300 də baxsa, tələbatına görə müvafiq pillə-pillə nəsə əxs eləyəcək. Hər bir sözümüzü də anlamayacaqlar. Bəli, təbii ki. Öz düşüncə səviyyəsinə görə anlayacaq. O zaman, misal üçün, bu son sualı verim. Bu inanclar, inanc dediyimiz anlayışlar. Bəs bunlar tam olaraq bizim hansı tələbatlarımızı ödəyir ki? Çünki normalda misal üçün də, əgər mən bir subyektəmsə və qarşımdakı şəxs də özümün bir parçası olaraq görürəmsə, avtomatik olaraq buradan bir əxlaq kodeksi və yaxud da əxlaq anlayışı çıxardıram. Bəs ondan yəni məni buna aparmayan və yaxud da mənə o din anlayışını, inanc anlayışını nə tələb edir və yaxud nə ehtiva edir ki, mən ona... Sənə yox. Mən dediyim olaraq inanmıram. Səndə cəmiyyət təqnin edir, yox? Bəli, cəmiyyət. Ətraf, informasiya var. Onları kim arxasına durur? Cəmiyyəti? İnformasiya axınının arxasında kim durur?
böyük qüvvələr, maliyyəsi olan qüvvələr, ya inanc formatı, bayaq dedik axı, sosial siyasi sistem olaraq idarəçilik üçün çox vacib detaldır. Ona görə, bəli, mənim içimdə nəyəsə söykənməyə ehtiyacım var. Biz dedik, biz zərrəcik olaraq asılılığımız var. Biz böyümək istəyirik kəmiyyətcə. Böyük bir ideyanın içində olanda özümüzü böyük hiss edirik. Aha, bax bu məqam, ruhun özünü böyük olduğunu, bir potensialda ruhi varlıq, əbədi olduğunu hiss edir. Amma özünü bədən hesab edib qorxmağa, ölüm qorxusu yaşamağa başlayanda bu moment din tüccarları meydana çıxır. Yəni, məqam, yanaşma belədir. İnanç sistemləri, kim onu hakim, nahaq hesab edir, kimsə hansı dini cümlədir, öz seçimidir. İnanç sistemlər çox vaxt cəmiyyətin normal idarə olunmağını üçün gözəl bir vasitədir. Gözəl vasitədir. Niyə? Övladlarımızın sağlamlığı və salamatlığı üçün də gözəl vasitədir. 10 nəfərin 5-ini cinayətdən çəkindirir. Görün nə qədər. Deməli, bunu inancı insanlara yedirtmək faydalıdır, çatdırmaq faydalıdır. Və bir də inanca tələbat da var axı ruhda. Ruh istəyir ki, bayaq dediyim kimi, nəyəsə güvənsin və söykənsin. Arxalanacağı, söykənəcəyi bir ümumi bir təfəkkür istəyir. Amma fərq nədir? O Quranın özündə də var, deyir, sağda gedənlər var, solda gedənlər var. Yaxşı əməl sahibləri, inanc üzərində olanlar, solda gedən. Bir də var öndə gedənlər və bir də öndə gedənlər. 3 dəfə deyir. O öndə gedənlər kimdir? Orada açıqlama yoxdur. Məncə Quranın başqa ayələrinə baxsaq, indi Qurana girdiksə, Quran deyir ki, düşünməzmisiniz? Ağıl etməzmisiniz? Onlar düşünmürlərmi deyir. Quran nəyə vurğulayır? Deməli, öndə getmək Quran üçün düşünməkdir, hiss etmək deyil. İnanc deyil, əminlikdir, əmin olmaqdır. Mümin sözü əmin olan deməkdir. Əmin olmaq üçün yenə nə etmək lazımdır? Düşünmək, bilmək, baxmaq, dinləmək, məntiq irəli sürmək beynində və nəticəyə gəlmək. Sağlam məntiq. Sağlam məntiq. Evet. Və məntiqdə inanc vasitələri istifadə etməmək. Obyektiv olmağa maksimum çalışmaq. Onda burada duyğuları da bir kənara qoymaq önəmlidir. Maddi dünyada duyğunun yeri yoxdur. Duyğunun yeri yalnız sevgilinlə yataqdadır, anana, atana münasibətdədir, övladlara münasibətdədir, emosion yeri. Maddi dünya təhlil apararkən, maddi deməkdir, kvant dünyası, yenə vurğulayaq. Kvant dünyasının təhlili, elmi təhlil apararkən, ali zatın varlığını təsbit etmək, sübut etmək üçün heç bir hissiyat olmamalıdır. Soyuq, dərrakə. Yoxsa qəlbdən danışan bəzi insanlar belə olub. Qəlbinizdə, bəli, daxili öz mənimizin ehtiyacı var, amma qəlb ana hata çakra anlamındadır. Ruhun oturduğu məqam deməkdir qəlb. Qəlb sözü var da ərəblərdə. Qəlb o deməkdir. Ruhun qələbi. Emosional sferamızı deyir. Amma insanları hissiyatla Allaha dəvət etmək yox, düşüncə ilə Allaha dəvət etmək mən daha üstün hesab edirəm. Çünki bayaq dedik, məntiqlə gəlinən qərarlar sarsılmazdır və əminlikdir. Amma inancla kimisə dediyi, təbii, başqasının dediyi ondan daha məntiqli. Və həmçinin də daha uzun müddətli deməyə görə. Çünki, misal üçün, mən hazırda elə bir situasiyada ola bilərəm və yaxud da elə bir halda ola bilərəm ki, sizin verdiyiniz emosional və yaxud da duyğusal argumentlər mənə təsir eləsin, amma bir gün sonra mən oturub o duyğularımı kənara qoysam və köpük kimi də artıq onlar əlimdən tutacaq və əksinə bu məni daha da ön yargılı eləyəcək ona qarşı. Misal üçün, çünki mən çox görürəm, misal üçün, inancsızlar olur, inanclarla müzakirə edirlər və emosional argumentlərdən istifadə edirlər. Keçib inancda olurlar. Bəli, keçib inancda olurlar və əksinə. Bəli. Dində onu o qədər iyrəndirirlər insanı ki, insan dindən qaçır və aqressiv ateist olmalı. Daha da o pisim misal olur da, belə deyil. Çox maraqlı. Məsələn, Türkiyədə az mı gördük? Quranı dərin araşdıran, nəsillik din xadimlərinin övladı olan professor, doktor filan kəs, familiyanı demirəm, ateist oldu. Başladı Quranı tənqid eləməyə. O qədər elə, yəni nəyə görə? Orada da inanclı idi, burada da inanclıdır. Bilik nə olsun? Məsələn, mən görürüz Quranı tənqid etmədim. Evet. Çünki Quran-ı Kərim dediyimiz kitabın içində ruhi dəyər ölçüsünə, mənim o özmən kontekstimdən, mental yoga dediyim, ruhi bilik dediyim kontekstimdə baxın, o qədər böyük dəyərlər var Quranda ki, yəni adi bir ayət-ül kürsü, məsələn, bu baxışdan onu təhlil edə bilərik ki, Allahu la ilahe illə huvel hayyul qayyum, həyatı saxlayan odur, ondan başqası yoxdur. La ta'xuzu sinatun və la nawm. Heç vaxt mülgüləmir və yuxuya getmir. Təbii, özmənimiz də yuxuya getmir, onun bir parçası olaraq. Ləhu ma fis səmavət və ma fil ərd. Göylərdə və yerdə. Niyə göylərdə və yerdə? Çox, o da ayrı bir hekayədir. Yəni, kainatda hər şeyin sahibidir. Burada məntiq var. Yəni, bayaq dediyim kontekstdən baxsaq. O zaman sizin tənqid etdiyiniz inanc deyil də, o inancı şərh etməkdir və yaxud inancı yanaşmaq. Mən tənqid etmirəm. Mən bir nevi düşüncəyə dəvət edirəm. Tənqid etsəm, durum qılıncı düşün. Mən düşünürəm ki, dəyərli qardaşım, biraz gəncliyimə görə bəlkə bunu nümunə bir fikir olaraq deyim və sən bunu çox eşitmişsən yəqin.
qaranlıqda qılınc çalmağın mənası yoxdur. Qaranlıqda qara pişiyi tapanmazsan. O Schrödinger pişiyi teması var. Ora işıq yandır ya da Schrödinger yeşiyini aç. Aç bax. Açıb baxmaq lazımdır. Yəni işıq yandırmaq. Mən də işıq yandırmağa çalışıram. Düşünün, mən demirəm ki, bunu Quran-ı Kərimimiz deyir. Ki, düşünməzmisiniz? Düşünməzmiş belə. Belə bir sual verir hamıya. Çox maraqlı şeylər deyir. Məsələn, bu onların axırıncı ölümü olacaq. Birinci ölümümüz deyil də demək. Sonra axirət sözü maraqlı sözdür ərəbcə. Axırıncı həyat deməkdir. Bundan sonra, bu ilk həyatımız olsaydı, bir misal deyim sizə. Bundan sonraki həyat deyərdi də, ikinci həyat deyərdi. Axırıncı deməzdi. Deməli, neçə dənədir ki, axırıncıdır. Sonuncudur. Ya, bu məntiqlər var, bunların içinə varmaq istəmirəm. Bu dini mövzulardır, amma düşünməyə çox yer var. Düşünməyə ali şəxs müxtəlif mesajlarında da, proqramlarında da, başımıza gələnlərdə də mesajlar buraxıb. Nə tökərsən aşına, o da çıxar qaşığına. Çox maraqlı bir nümunə deyəcəm sizə. Deməli, mən öz kanalımdakı Elvinlə podkast verilişində çağırdığım fərqli sferalardan, fərqli düşüncələrdən şəxslər olub. Məsələn, bunlardan biri fizik var idi, Yalçın müəllim, incəsənət insanı var idi, Təyyibə xanım, Vüsal bəyin özünü çalmışım, Yusuf bəyisi və sizi çağırdım. Əslində hər biri o çağırdığım olan fərqli düşüncədə, fərqli yanaşma tərzlərində idi, amma hər birinizin o verdiyi sonuncu nöqtə, verdiyi sonuncu mesaj nə idi? Oxumaq lazımdır, araşdırmaq lazımdır, sorğulamaq lazımdır ən əsası. Bizim digər canlılarda bir dənə kompüterimizin ramındadır fərq. Bunu da eləməsək artıq məncə yəni sən cihazını işlətmək istəmirsən, tamam, qayıt heyvan bədəninə. Doğrudan elədir. Yəni sənə verilib insan bədəni. Bəxtin gətirib almısan, düşmüşdün, dibə vurmuşdun bir hüceyrələrə, kobud deyək. Qayıdırsan insan bədəni almısan indi. İnsan bədənini almaq seks üçün deyil ki, insan bədəni yeyib içmək üçün deyil ki, fərq şeydədir. Sorulmaqdır. Məsələn, pişiklər aldığı cinslər səndən üstündür. Donuz, dişi donuz 30 dəqiqə orqazm keçirir. Ancaq seks üçün gəlmiş olsaydı, düzdür, bu da həzdir, amma gözəl həzdir, amma təkcə onun üçün gəlmir. Düşüncəli həzzi də var. Və düşüncə həzzi də ən böyük həzdir. Əslində, nə demək istəyirəm? Əgər mənə beyin adlı yüksək ramlı kompüter, insan beyni, Homo sapiens beyni adlı yüksək kompüter verilibsə, humanoid beyni verilibsə, və mən bunu istifadə etmirəmsə, bəli verə o beyni deyəcək bir nüali şəxsiyyət. Sən get qoyun bədənində qayıt, heyvan bədəninə qayıt, sənki odur. Seçimi sən elədin deyəcək. Zorun əlini alıb vermir, qanun elə işləyir. Heyvan kimi yaşasam, heyvan bədən alacağım. Veriləndən ölçüsü qədər istifadə etmək, yəni həm mahiyyəti ilə uyğundur. Maksimal istifadə. İndi baxın, hamı axırıncı telefonunu alır, amma görün onun neçə faiz istifadə edirlər. Lepantofrus demişkən, pont üçün alırlar, özlərini göstərmək üçün. Göstərmişsin. Ona görə ondan sonra Xiaomi al, iPhone almaqdansa ki, sən onu tam istifadə edəməyəcəksiniz və ya əksinə. Yəni söhbət nədən gedir? İstifadə etdiyiniz. Ancaq zəng üçün eləyirsənsə, onda 60 manatlıq Nokia al işlət. Sən 60 manatlıq Nokia işlətməlisən. Bu şəkildə. Yəni Google-da ancaq qızların şəkillərinə baxacaqsansa, yəni ondan sonra yəni bu telefonu işlətmə. Sən ora Google-dan tutmuş kitabları belə oradan alıb oxumaq olur. Yəni məsələn bugün hamı TikTok-u pisdir. TikTok-da o qədər gözəl məlumat mənbələri var. Biri sənin o bayağını çəkdiyin bacıoğluya qədər. Yaşda məndən kiçik olan zarafatla elə deyirəm. Yəni o insanlar hamısı həmin o TikTok səhifəsindən tanıyırıq. Bu mövzunda YouTube'dan bir erotik filmə də baxa bilərsiniz. Bizim söhbətə də baxa bilərsiniz. Seçim sənindir. Verilən cihazı işlətmək seçimi sənindir. Ümidvaram ki, məsələn o erotik video yerinə bizim videonu tərcih edərlər. Bir iki dənə şəkil qoysun bizim dəyərli Ayxan qardaşımız bura erotik şəkillər. Gör necə baxacaqlar. 2-3 dənə belə sərsaf cümlə qoy. Gör necə baxacaqlar. O zaman montajı həvalə edirik Ayxana. Yəni izləyicilərə. Ora maraqlı cümlələr qoy. Elə bunu da efirə ver. Oldu. Çox sağ olun bir daha. Ümidvaram növbəti verilişdə daha fərqli, daha bundan maraqlı. İndi bu şərhlərdən nasıl olaraq mövzulara baxarıq. Yenə xoş oldu mənim üçün. Təzimlər mənə də xoşdur. Çünki sən məndə bu faylları açmaq qabiliyyətin var və çox gözəldir. O zaman beynimdəki fayllar. Növbəti görüşlərə gedir o zaman. Sağ olun. Sağ olun.